SECOT terrorizmlə mübarizə saxlama mərkəzi El Salvadorun ən böyük və ən sərt rejimli həbsxanasıdır. Bu obyekt 2023-cü ilin mart ayından istifadəyə verilib və Latin Amerikasında ən qapalı penitensiar müəssisələrdən biri hesab olunur. Həbsxana paytaxtdan uzaqda, yaşayış məntəqələrindən kənarda yerləşir və xüsusi izolyasiya olunmuş ərazidə qurulub. Rəsmi məlumata görə SECOT-un əsas məqsədi ölkədə uzun illər hökm sürən silahlı dəstələrin və cinayətkar qrupların fəaliyyətini tamamilə dayandırmaqdır. El Salvador illər ərzində MS-13 və Barrio 18 kimi silahlı qrupların nəzarəti altında olub. Qətillər, narkotik alveri, reket və adam oğurluqları gündəlik həyatın bir hissəsinə çevrilmişdi. 2015-ci ildə ölkə hər 100 min nəfərə düşən qətl sayına görə dünyada ilk yerlərdən birində idi. 2019-cu ildə prezident seçilən Nayib Bukele cinayətkarlıqla sərt mübarizə aparacağını bəyan edib. 2022-ci ilin martında ölkədə fövqəladə vəziyyət elan olunub. Konstitusiyon hüquqların bir hissəsi dayandırılıb və kütləvi həbslər həyata keçirilib. Bir il ərzində 75 mindən çox şəxs saxlanılıb. Hökumət SECOT-u siyasətinin əsas dayağı kimi təqdim edir. Həbsxananın tutumu 40 min nəfərdir. Burada əsasən silahlı dəstələrin üzvləri, çoxsaylı qətillərdə ittiham olunanlar və ağır cinayətlərə görə uzunmüddətli cəza alan şəxslər saxlanılır. Rəsmi qurumlar bildirirlər ki, bu məhkumların əksəriyyəti ömürlük həbs cəzası çəkəcək. SECOT-da təhlükəsizlik tədbirləri maksimum səviyyədədir. Ərazi 2 qat hündür beton divarlarla əhatə olunub. Müşahidə qüllələri, silahlı mühafizəçilər, dronlar və 24 saatlıq video nəzarət sistemi fəaliyyət göstərir. Hücrələr pəncərəsizdir, işıqlandırma daimi açıq saxlanılır. Ailə görüşləri və telefon danışıqları qadağandır. Beynəlxalq İnsan Hüquqları Təşkilatı SECOT-dakı şəraiti tənqid edir. Amnesty International və Human Rights Watch bəzi həbslərin əsassız ola biləcəyini, məhkəmə proseslərinin kifayət qədər şəffaf aparılmadığını bildirirlər. BMT-nin müvafiq qurumları da oxşar narahatlıqlar səsləndirib. El Salvador hökuməti isə bu tənqidlərə cavab olaraq təhlükəsizliyin əsas prioritet olduğunu vurğulayır. Rəsmilərin sözlərinə görə, sərt tədbirlər nəticəsində ölkədə cinayətkarlıq kəskin şəkildə azalıb. Statistikaya əsasən 2015-ci ildə hər 100 min nəfərə 103 qətl düşürdüsə, 2023-cü ildə bu göstərici 2-4-ə enib. Sosioloji sorğular göstərir ki, əhalinin böyük əksəriyyəti hökumətin siyasətini dəstəkləyir. Yerli sakinlər bildirirlər ki, illər sonra özlərini küçədə daha təhlükəsiz hiss edirlər. Beləliklə, SECOT El Salvadorda təhlükəsizlik və insan hüquqları arasında yaranan mübahisənin mərkəzində dayanır. Bir tərəf bu həbsxananın sabitliyin və asayişin təminatı kimi qiymətləndirir, digər tərəf isə onu azadlıqların məhdudlaşdırılmasının simvolu hesab edir.